Salam hörmətli izləyicilər, bugün sizlərlə məşhur qum saatı məsələsi və ya zabit məsələsi dediyimiz sualın ən sadə izahını paylaşacağım. Əgər bu sualı həll edə bilmirsinizsə, doğru ünvandasınız. Sizə bugün bunu necə həll etməli olduğunuzu göstərəcəm. Gəlin birinci sualdan başlayaq. Bizə deyir ki, zabit əskərə düz 5 dəqiqədən sonra hücuma başlamağı əmr edir. Əskərin 3 və 4 dəqiqəlik qum saatları var və 5 dəqiqəlik zamanı təyin etməsi üçün hansı qum saatını çevirməli lazım olduğunu tapın. Aha, bunu necə işləyirik? Birinci, gətiririk, 0 yazırıq. Bu sıfırı mütləq hər zaman yazmaq lazımdır. Daha sonra sizə verilən dəqiqələri yazırsınız. Hansı dəqiqələrdir? 2-ci dəqiqə verilib, 3-cü dəqiqə verilib, 4-cü dəqiqə verilib, bir də 5-ci dəqiqə bizdən tələb olunur. Daha sonra qum saatlarını çəkirik. 0-cı anda yuxarıda 0 olur, aşağıda 3 olur, 3 dəqiqəlikdə. 4 dəqiqəlikdə isə 0 olur, aşağıda isə 4 olur. İndi 2 dəqiqə sonra 3 dəqiqəliyin vəziyyəti necə olacaq? 2 dəqiqə aşağıda olacaq, 1 dəqiqə yuxarıda. Bunda necə olacaq? 2 dəqiqə keçib deyə, 2 dəqiqə aşağıda, 2 dəqiqə yuxarıda. İndi 2 dəqiqədən 3 dəqiqəyə nə qədər vaxt lazımdır? 1 dəqiqə. 1 dəqiqə yuxarıda varmı? Görürəm ki, bax, burada yuxarıda 1 var. Demək ki, burada heç birini fırlatmağıma ehtiyac yoxdur. Elə davam eləyəcək. 3-cü dəqiqənin sonunda bu necə düşəcək? 0-ın 3-ə. Bu isə 3 dəqiqə keçib, nə qədəsi qalıb? 1 dəqiqəsi qalıb. 3-ün 1-ə. İndi yadınızda saxlayın. Son 2 dənəsindən başqa qalan bütün hallarda sən yuxarıda 0 qalırsa onu çevirməlisən. Burada görürəm ki, son ikisinə aid deyil də bu 3. Ona görə bunu 1 də çevirəcəm. 3-dən 4-ə nə qədər vaxt lazımdır? 1 dəqiqə. O 1 dəqiqə yuxarıda varmı? Görürəm ki, bax, burada 1 dəqiqə var. Demək ki, bunu fırlatmağıma ehtiyac yoxdur. 3 dəqiqəliyi fırlatdıq. Nə qədər vaxt keçib? 1 dəqiqə vaxt keçib. Nə qədər qalacaq yuxarıda? 2 dəqiqə. Burada isə 0-ın 4-ə qalmış olacaq. Son 2 dənəsində 0 varsa artıq onu tulluyuruq. Ona bizim ehtiyacımız yoxdur artıq. 4-dən 5-ə də baxıram ki, nə qədər vaxt lazımdır? 1 dəqiqə. O 1 dəqiqə harada olmalıdır? Yuxarıda olmalıdır ki, mən 1 dəqiqənin bitdiyini görüm. Amma burada görürəm ki, aşağıdadır. Demək, bunu nə etməliyəm? Çevirməliyəm ki, o 1 dəqiqə yuxarıda olsun və mən 1 dəqiqənin bitdiyini anlayım. Demək ki, 2 dəqiqədə heç biri olur, heç biri. 3-cü dəqiqədə 3 dəqiqəliyi çeviririk. 4-cü dəqiqədə isə yenə 3 dəqiqəliyi çeviririk. Yəni, düzgün cavab 1-ə C, 3-lə 4-ə isə A olmuş olacaq. Bu sual biraz rahat idi. Əgər sizə verilən dəqiqə, məsəl üçün 2 dəqiqə soruşur, sənə verilən qum saatlarındakı dəqiqədən kiçikdirsə, onda cavab heç bir olur. Hər zaman yadda saxlayın. Promo elə heç birini götürün. Əmr verilən anda soruşursa, onda cavab hər ikisi olur. İndi digər suallara baxaq, ikinci suala baxaq. Burada artıq əmr verilən anda var. Əmr verilən anda biz nə deyirik? Dedik ki, hər ikisi olacaq. Yəni, 1-ə D getmiş olacaq. İndi qum saatları çəkərək bu sualın izahına baxaq. Əmr verilən an 0-cı an hesab olunur. Sonra bizə verilib 5, daha sonra 7, bir də nə tələb olunur? 9. Gətirib 9-u yazıram. 0-cı anda qum saatlarının vəziyyəti necə olur? 5 dəqiqəlik olur 0-ın 5-ə, 7 dəqiqəlik isə 0-ın 7-yə olmuş olacaq. 0-dan 5-ə nə qədər vaxt keçir? 5 dəqiqə. Yəni, 5 dəqiqəliyin vəziyyəti yenə 5-in 0-ı olmuş olacaq. Amma 7 dəqiqəliyin vəziyyəti isə 5 dəqiqə keçib 2 dəqiqə lazımdır. Aha, demək, 7 dəqiqənin vəziyyəti də 5-in 2-yi olmuş olacaq. Biz də dedik ki, sonuncu 2 dənəsindən başqa qalan bütün hallarda biz yuxarıda 0 alınırsa onu çeviririk. Demək ki, bunu çevirəcəyik. Burada 5 dəqiqəliyi çeviririk
Və 5-dən 7-yə 2 dəqiqə lazımdır. O 2 dəqiqə yuxarıda var deyə artıq bu qum saatına əl vurmuruq. 7-ci dəqiqədə 5-dən 7-yə nə qədər keçdi? 2 dəqiqə. 2 dəqiqənin 3-ü olmuş olacaq. Burada isə 7-nin 0-ı olmuş olacaq. İndi fikir veririk ki, son 2 dənəsində olduğuna görə artıq bu qum saatını tullayırıq. Bu mənə lazım deyil. Və burada da baxıram ki, 7-dən 9-a 2 dəqiqə vaxt lazımdır. Və o 2 dəqiqə yuxarıda olmalıdır. Burada aşağıdadır. Demək, bunu fırlatmalıyam ki, o 2 dəqiqə yuxarıda olsun. O zaman burada da həmçinin 5 dəqiqəliyi fırladırıq. İndi cavablara baxaq. Əmr verilən anda hər ikisi olur. Əmrdən 5 dəqiqə sonra biz 5 dəqiqəliyi fırlatdıq. Yəni B. Əmrdən 7 dəqiqə sonra yenə 5 dəqiqəliyi fırlatdıq. Ona görə 3-ə də B olmuş olacaq. İndi keçək 3-cü suala. Bu biraz qəlizdir. Əslində eynidir. Sadəcə olaraq biraz daha çox dəqiqə var burada. Gəlin başlayaq. Hər zaman 0-ı yazırıq. 0-ı unutmayın. Sonra bizə nə verilib? 3 dəqiqə. Gətirib 3 yazıram. Sonra bizə 5 verilib. 5 yazıram. 7 verilib. 7 yazıram. Bir də bizdən tələb olunan dəqiqə, yəni 9-cu dəqiqəni gətirib yazıram. 0-cı anda qum saatının vəziyyəti nə olacaq? 0-ın 3-ə. Digər qum saatı necə olacaq? 0-ın 5-ə. 3 dəqiqənin axırında görürəm ki, 3 dəqiqə keçdiyinə görə 0-dan 3-ə. Yəni, bu qum saatını fırlatmışdıq. Yenə həminki kimi 0-ın 3-ə düşəcək. Çünki 3 dəqiqə tamam olacaq. Amma 5 dəqiqəlik qum saatında isə burada olacaq 3, yuxarıda olacaq 2. Biz də demişdik ki, son 2 dənəsindən başqa qalan bütün hallarda yuxarıda 0 varsa onu çeviririk. Demək, bunu çevirəcəyik. Yəni, nəyə çevirdik? 3 dəqiqəliyi çevirdik. 5 dəqiqəliyi çevirməyə ehtiyac varmı? Yox. Niyə görə? Çünki 3-dən 5-ə 2 dəqiqə vaxt lazımdır. O 2 dəqiqə varmı yuxarıda? Var. Demək ki, çevirməyə ehtiyac yoxdur. İndi 3 dəqiqəlik qum saatı 2 dəqiqə keçib, nə qədəsi qalıb? 1 dəqiqəsi qalıb. Bu isə nə olub? 5-in 0-ı olub. Yəni, tamamlanıb. Yenə burada da baxıram ki, yuxarıda 0 alınıb və son ikisinə aid deyil deyə, demək ki, bunu da çevirəcəyik. Və 5-dən 7-yə nə qədər vaxt keçir? 2 dəqiqə. O 2 dəqiqə harada olmalıdır? Yuxarıda olmalıdır. O amma aşağıdadır. Demək ki, sən bunu bir daha fırlatmalısan ki, o 2 dəqiqə yuxarıda olsun və mən 7 dəqiqənin tamam olduğunu anlayayım. Demək ki, burada hər ikisini çevirməli olacam. Burada cavab hər ikisidir. İndi baxıram 7-ci dəqiqənin sonunda. Necə olacaq? 3 dəqiqə aşağıda olacaq, 0 da yuxarıda olacaq. Çünki 2 dəqiqə tamamlanıb və 0-ın 3-ə qalır. Burada isə bunu çevirmişdik. Düzdürmü? Burada nə qədər qalacaq? 2 dəqiqə keçib, 3 dəqiqəsi də yuxarıda qalıb. Və son ikisində olduğuna görə və yuxarıda 0 olduğuna görə bu qum saatını artıq tullayırıq. Bu mənə lazım deyil. Öz vəzifəsini icra eləyib. 7-dən 9-a nə qədər vaxt keçir? Yenə 2 dəqiqə vaxt keçir. Və o 2 dəqiqə harada olmalıdır? Yuxarıda olmalıdır. Amma burada aşağıdadır. Demək ki, sən bu qum saatını bir daha fırlatmalısan. Demək, 7-ci dəqiqədə də mən 5 dəqiqəliyi fırlatmış oldum. İndi cavabları yazaq. 3-cü dəqiqədə mən nəyə fırlatdım? Yalnız 3 dəqiqəliyi. Ona görə 1-ə A gedəcək. 5 dəqiqədə nəyə fırlatdım? Hər ikisini. Demək ki, 2-yə C gedəcək. 7-ci dəqiqədə nəyə fırlatdım? Yalnız 5 dəqiqəliyi. Ona görə 3-ə də B getmiş olacaq. Zabit qum saatı məsələləri çox rahatdır. Sadəcə düzgün işləməyi bilmək lazımdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Digər videolarda hansı məsələlərin, hansı sualların gəlməsini istəyirsinizsə yorumlara yazın. Mən də onu sizin üçün çəkib paylaşmağa çalışım. Təşəkkür edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi və bildirimləri açmağı unutmayın.